Həyat bir seçimdir, əziz oğlum. Elə məhz buna görə də dava gördüyün bir yerdə lazımsız maraq göstərərək yaxınlaşmağı deyil də oradan uzaqlaşmağı seç. Sənə və ya ailənə nalayiq sözlər işlədən birinin səviyyəsinə enmə, ona qarşılıq vermə. Getdiyin yerlərdən mənim və ya atanın telefonuna mütləq məkan bildirişi göndər. Ürəyinin narahat hiss etdiyi bir yerdə yanında dostların belə olsa qətiyyən qalma. Haqlı olmağa çalışmaq bəzən çox pis nəticə verə bilər. Bizim üçün və sənin üçün hər şeydən önəmlisi sənin sağ-salamat evə, bizim yanımıza qayıtmağındır. Unutma. Əziz ana və atalar, zəhmət olmasa mütləq bu saydıqlarımı övladlarınızla danışın və bu davranışların bir qorxaq deyil də çox güclü, ağıllı və səbirli insana məxsus olduğunu ona başa salın.